İmam Məhdi Əccalallahu Fərəcəhu Şərifin zuhurunun təcilindən ötəri və bizim onun sadiq köməkçilərindən olmamızdan ötəri Peyğəmbər və Ali Peyğəmbərə salavat deyək. İmam Hüseyin əleyhissalamın özünün yar ənsarlarının pak mutəhhər ruhlarına salavat deyək. Allahümme salli ala. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Elhamdülillahi'llezî la yeblughu midhatahul qailun ve la yuaddi hakkahul mujtehidun. Ve la yuhsini ima'ahul addun. Es-salatu vesselamu ala seyyidil murselin ve habibi ilahil alemin. الذي سمي في السماء أحمد وفي الأرضين أبي القاسم المصطفى محمد وعلى آله آل الله واللعن الدائم على أعدائهم أعداء الله. السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك عليكم منا cemiyen salamullahi ebeden ma bakina ve bakiyel leyli ve nahar. Allah'ın salamı olsun Hazreti İmam Hüseyin aleyhisselam'a. Allah'ın salamı olsun Hazreti İmam Hüseyin aleyhisselamın övladı İmam Zeynul Abidin aleyhisselam'a. Allah'ın salamı olsun Hazreti İmam Hüseyin aleyhisselamın Kerbala'da şehit olan övlatlarına. Allah'ın salamı olsun Hazreti İmam Hüseyin aleyhisselamın yolun hak bilib Hazreti İmam Hüseyin aleyhisselamla müstəqim yolda olub canların Hazreti İmam Hüseyin aleyhisselama fəda eləyən şəhidlərə. Allah'ın salamı olsun Hazreti İmam Hüseyin aleyhisselamın sevgisi ilə, məhəbbəti ilə, eşqi ilə dünyanın hər yerində Hazreti İmam Hüseyin aleyhisselama əza saxlayan sizlərə inşallah. Bu günləri Hazreti İmam Hüseyin aleyhisselamın 7 mərasimidir. Yəni Aşuradan 7 gün keçir. Biz 10 gündə adətən Həzrət İmam Hüseyin əleyhissalam Kərbalada olanların şücaətindən danışırıq. Onların şəhadətindən danışırıq. Amma Aşuradan sonra bilirsiniz, ən ağır zaman başlayır. Ən ağır vaxt başlayır. Müsibətlər Aşuradan sonra başlayır. Yəni Muharrem ayının 10'undan sonra başlayır. Hazreti Zeynəb, Hazreti Rüqeyyə, Hazreti İmam Hüseyin aleyhissalamın övladları, Kərbalada şəhid olanların ailələri, övladlarının əsir düşən vaxtları başlayır. Mən bunu keçən səfər də xutbəmdə dedim. Hazreti İmam Zeynul Abidin aleyhissalamdan soruşurlar, ağa Kərbalada ən çətin nə idi sənə? Ən çətin müsibət hansı idi? Ən çətin bəla hansı idi sənə? İmam Zeynul Abidin aleyhissalam 3 dəfə əlin vurur dizinə, deyir Əş-Şam, Əş-Şam, Əş-Şam. Yəni ən çətin vaxtımız əsirlikdə olan vaxtımız olub. Bu günləri, bu günlərdə artıq Həzrəti Zeynəb salamullahi əleyha əsirlərlə şəhərlərə girəndə onlara daş atmaqla qarşılayırlar onları. İmam balasıdır ya. Həzrəti Zəhra salamullahi əleyhanın balasıdır. Peyğəmbər ailəsidir. Halbuki Allah subhanahu ve taala Qur'an-ı Kərimdə Peyğəmbər ailəsinə məhəbbəti bizə vacib eləyir. Necə sənə namaz vacibdir, necə sənə oruc vacibdir, necə xums, həc, başqa əməllər vacibdir. Allah Qur'an-ı Kərimdə Əhl-i Beytə, Həzrəti Peyğəmbərin ailəsinə məhəbbəti sənə vacib eləyir. Həzrəti Peyğəmbərin yanına ərəblər gəlirlər, təzə müsəlman olanlar. Deyirlər, ey Allahın Rəsulü, sən ki bizi zülmətlərdən nura çıxartdın, sən ki bizi çirkinliklərdən, pozğunçuluqlardan, bəd güman olmaqdan gözəlliklərə, işıqlıqlara, dəyərli bir aləmə apardın. Bunun müqabilində bizdən nə istəyirsən? Peyğəmbər deyir, onun cavabını Allah'ın verir. Allah nədirsə odur. Allah Həzrəti Peyğəmbərə deyir ki, Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba.
Denən ey müsəlmanlar, ey insanlar, sizə etdiyim əməllərə görə müqabilində əhl-i beytimə, mənim yaxınlarıma sevgidən, məhəbbətdən başqa bir şey istəmirəm. Yəni əhl-i beyti sevmək vacibdir. Görürüz, o qədər dəyərlidir, o qədər qiymətlidir, o qədər vacibdir ki, hansı namazda əhl-i beytə salam və salavat yoxdursa, o namaz batildir. İstir bizim məzhəbdə olsun, istir müsəlmanların başqa məzhəblərində olsun. Bütün müsəlmanların məzhəblərində hər kəs namazında Peyğəmbərin əhl-i beytinə salam və salavat deməzsə, namazı batildir. Harada deyirik? Bütün müsəlmanların müştərək yeri haradır? Təşəhhüddə. Təşəhhüddə hər birimiz deyirik ki, əşhədü ən Allahın Peyğəmbərinə və onun pak əhl-i beytinə salam olsun. Onlarla bizdə cüz'i fərq var. Onlar deyirlər ki, necə ki İbrahimə salam olmuşdu, İbrahimə salavat olmuşdu, onun ailəsinə salavat olmuşdu. Amma əhl-i beytə salam və salavat demədən namazın naqisdir. Niyə? Çünki onların məhəbbəti bizə vacibdir. Onların sevgisi bizə vacibdir. Bunu bilə-bilə müsəlmanlar Həzrəti Peyğəmbərimizin ailəsi şəhərlərə girəndə onları daşla qarşılayırdılar. Qum tökərdilər başlarına. Ona görə İmam Zeynul Abidin əleyhissalam deyir ki, əş-Şam, əş-Şam, əş-Şam. Şam. Şamda çox çətinlik çəkmişik. Əsirlikdə çox çətinlik çəkmişik. Mən bunlar barəsində danışmaq deyirdi, zehnimə bu gəldi deyə. Dedim, yəni bilək ki, hansı zamanlarda yaşayırıq. Niyə bunu deyirəm? Çünki Aşura çıxan kimi elə bil biz dindən uzaqlaşırıq. Elə bilirik hər şey qutardı. İmam Hüseyin əleyhissalam Aşura günündə bütün günü Aşura olaraq təyin elədi. Bütün yeri Kərbala olaraq təyin elədi. Yəni Aşura 1387 il bundan qabaq başladı, bu günə qədər davam edir, ta qiyamət gününə qədər davam eləyəcək. Aşura bir gündür, Aşura hər gündür, Kərbala hər yerdir. Dünyanın harasında olursansa ol, qəlbivi Kərbəlayı, günüvü Aşurayı eləməlisən. Hər gün Aşura ilə yaşamalısan, hər gün o hisslərlə yaşamalısan. Çünki Aşura qutardı da hər nə olar, odur. Aşuradan sonra başladı həyat. Aşuradan sonra başladı haqla batilin mübarizəsi. Aşuradan sonra insanlar bölündülər, haqq tərəfdarları və batil tərəfdarları. Mən istəyirəm bu günlərdə, bugün çox danışmayacağım. Düzdür, elan ediblər, mən danışacağım, amma mənim dəyərli ruhani qardaşım Hacı Oqtay bütün məhərrəmliyi başqa bir şəhərdə siz kimi möminlərin xidmətində olub. Mən xahiş elədim ki, məndən sonra ondan da istifadə eləyək. Hər nəfəsdə bir bərəkət var ki, mən əminəm hacım, dəyərli hacı qardaşımın nəfəsi məndən daha bərəkətlidir inşallah. O da xidmətinizdə olacaq deyə xülasə eləyəcəm söhbəti, çox danışmayacağım. İstəyirəm bir neçə məsələni nəzərinizə çatdırım. Aşura oldu, qutardı. Bizim vəzifəmiz Aşuradan sonra nədir? Yəni, biz Aşuradan qabaqki halımıza baxay, Mühərrəmdən. Qabaqki halımıza baxay və Mühərrəmdən, Aşuradan sonraki halımıza baxaq, müqayisə eləyək. Nə istifadə elədik bu günlərdə? Nədə qabağa da getdik? Nədə inkişaf elədik? Bunu bir dənə özümüzə sualı. Kimsə sənə yol göstərə bilməz ha burada. Bu danışdıqlarım sənlə Allahın arasındadır. Özünə sual ver və Allah'a cavab ver. Yatmamışdan, bugün yatmamışdan qabaq hamımız bunu eləyək. Başımızı qoyduq döşəyimizin üstünə, balışımızın üstünə. 10 dəqiqə fikirləşək. Məndə nə dəyişikliklər baş verdi? 10 gün Həzrəti İmam Hüseyin əleyhissalamın məclisinə gəldim. 10 gün Həzrəti İmam Hüseyin əleyhissalama ağladım. 10 gün ruhanilər danışdılar, qulaq astım. İstifadə elədim söhbətlərdən. Nə dəyişildi məndə? Hə, mənə deyə bilərsən, nə dəyişilməlidir? Neyniyək? Nəyi düşünək? 3 şey deyəcəm sənə, onlar barəsində bugün düşün. Söhbəti uzun eləmək istəyirdim, xülasə deyəcəm. 3 dənə sənə söz deyəcəm, o 3 məsələ barəsində gecə düşün. Əgər fərq yoxdursa, qəlbində, ürəyində, düşüncəndə, həyatında fərq yoxdursa, əziz qardaşım, söz ver özünə, nə qədər gecdir, dəyişiklik elə.
Bu 3 dənə məsələyə əməl elə. Birincisi, 3 məsələ ki, ona bu günləri düşünək. Özümüzə sual verək, Allahımıza cavab verək. Bu günləri bu məsələ barəsində düşünək və özümüzə cavab verək. Hansı məsələdir? Həzrəti İmam Hüseyin əleyhissalama bizim məhəbbətimiz, sevgimiz, bu illəri 10 gün Aşura məclisləri, Muharrəm məclisləri nə qədər qəlbimizdə Həzrəti İmam Hüseyin əleyhissalama məhəbbəti artırdı. Nə qədər ona sevgini artırdı. Yəni 10 gündən qabaq, Muharrəmdən qabaq, ola bilər günlərlə yadımıza düşmürdü də İmam Hüseyin əleyhissalam. Gəlin də düz danışaq. Günlərlə bəzən yadımıza düşmür İmam Hüseyin əleyhissalam. Muharrəm başlayandan mərsiyəni qoyuruq da maşınlarımızda. Ona qabaq ancaq haram musiqilərdən istifadə edirik. Boş-boş söhbətlərdən, boş-boş oxumaqlardan istifadə edirik. Muharrəm gəldi, deyirik hər şey qutardı. Bundan sonra bu əslində bizim məhəbbətimizdir ya, bu danlamaqdır. Bu bizim sevgimizdir. Həzrəti İmam Hüseyin əleyhissalama ehtiramımızdır. Mən demək istəyirəm ki, bu ehtiramı bu 10 gündən sonra çoxaltmısan, ya necə var elə də qalıb. Əslində çoxaltmalıyıq. Niyə çoxaltmalıyıq? Çünki Həzrəti İmam Hüseyin əleyhissalama məhəbbət Allahın məhəbbətinin meyarıdır, ölçüsüdür. Allah mənə nə qədər istəyir? İstəyirsən biləsən, Allah nə qədər istəyir səni, Allah nə qədər sevir səni. İstəyirsən bunu biləsən, hər birimiz bilərik də, istəyərik bilək. Hər birimiz üçün maraqlıdır. Allah məni nə qədər sevir, Allah məni nə qədər istəyir. Həzrəti Peyğəmbərimizdir ki, əgər istəyirsən biləsən Allah səni nə qədər istəyir, Həzrəti İmam Hüseyin əleyhissalama sevgivə bax, məhəbbətivə bax. Peyğəmbərdir, mən əhabballahu mən əhabbə Hüseynən. Hər kəs Hüseyni sevsə, Allah o miqdarda onu sevər. İstəyirsən Allah səni çox istəsin, Həzrəti İmam Hüseyin əleyhissalamı çox istə. Çünki Allaha gedən yol Həzrəti Hüseyndir. Allaha gedən yol Kərbaladan keçir. Allaha gedən yol Həzrəti İmam Hüseyin əleyhissalamın məhəbbətindən, sevgisindən keçir. Bu günlərdə Həzrəti İmam Hüseyin əleyhissalama qəlbimizdə olan məhəbbətə müraciət edək, sevgiyə baxay. Nə qədərdir İmam Hüseyin əleyhissalama bizim məhəbbətimiz, nə qədər İmam Hüseyin əleyhissalama sevgimiz var. Qabaqda inşallah Allahın izni ilə Ərbəin gəlir. Allah hamıya qismət eləsin inşallah. Üzlərdən tanıyıram, 3-4 nəfər amin dedi. Yəqin ki, bu illəri getməyə fikriniz yoxdur Ərbəyinə. Əgər istəyirsənsə getmək, aminidir. Bəlkə aminə görə Allah Teala Ərbəyini nəsib elədi. Allah arzusunda olan hər kəsə Ərbəyin ziyarəti nəsib eləsin inşallah. Belə olaydı. Birlikdən nəsə ortaya çıxarda bilərik də. Bir nəfərin amini ilə bir iş olmur ki. Amin deməyə utanmayaq, salavat deməyə utanmayaq. Bu nəsihat deyək, qardaş nəsihəti, danlamaqdır. Niyə utanaq? Amin. Yəni ilahi mən də istəyirəm bunu. Amin budur da. Övlad üçün dua edirik, amin deyək. Allah hamıya övlad versin də. Mən də istəyərəm ki, mənim mömin qardaşımın övladı olsun. Övladı olmayanların övladı. Niyə paxıllıq eləyək ki? Paxıllıqdır da amin demirsənsə əgər, yadından çıxmayıbsa əgər, bilə-bilə demirsənsə əgər. Qabaqda Ərbəyin gəlir. Ərbəyini dərk eləyək, əziz qardaşlarım. Ərbəyin orada ayağın partlamağı üçün deyir. Bir də fikir veririk, Ərbəyinə gedib gələndən sonra söhbət nə olur? Heç kəs İmam Hüseyndən danışmır. Biridir ki, mən 3 günə getdim. Biridir, mən 1 günə getdim, çatdım, elə bir yarışdır. O yolda yerimək yarışdır. O yolda yerimək İmam Hüseyin əleyhissalama gedən yoldur. Biridir, mən getdim, ayağımda bir dənə cızıq da olmadı. Nə ilə fəxr edirsən? Sən gedəndə İmam Hüseyin əleyhissalam səni necə qarşıladı? Onunla iftixar elə. Məhəbbətin İmam Hüseyin əleyhissalama nə idi? Onunla iftixar elə. Orada yolda verilən yeməklərdə nə yemisən ondan danışma. Hansı çadırlarda yatmışsan ondan danışma. İmam Hüseynə məhəbbətindən danış. İmam Hüseyin əleyhissalama sevgindən danış. Bunu niyə qabaqcadan deyirəm? İnşallah Ərbəyinə hazırlaşırsınız, Ərbəyinə gedərsiniz, bilirsiniz hara gedirsiniz. Bilirsiniz kimin qapısına gedirsiniz. Bilirsiniz nəyə görə gedirsiniz ora. Ora Həzrəti İmam Hüseyin əleyhissalama məhəbbətimizi bildirmək üçün gedirik. Sevgimizi bildirmək üçün gedirik. Ərbəyinə gedirik ki, Həzrəti Zeynəb salamullahi əleyha Ərbəyində gəlib
yəni Səfər ayının 20-sində gəlib Kərbalaya çatıb, İmam Hüseyn əleyhissalamı ziyarət eləyib. Biz də getməyimizlə Həzrəti Zeynəbə təsliyyət olsun deyə gedirik. Biz də getməyimizlə bildirmək istəyirik ki, xanım, o vaxt ola bilərsən tək olmusan. Bu günləri milyonlar sənin yanındadır. Bu olmalıdır niyyətimiz. İstəyirik həccə gedək, istəyir Məşhədə gedək, istəyir Kərbalaya gedək. Bunların hamısının fəlsəfəsi var. Boş-boşuna deyil. Bunlar barəsində düşünüb getməlisən və eşqlə, məhəbbətlə getməlisən, sevgi ilə getməlisən. Bir gün Allah qismət eləyər, həcc barəsində sizə danışaram. Elə bilirsiniz, həcc, elə getdim, ehram bağladım, budur həcc. Getdim, tavaf elədim, budur həcc. Qoyun kəsdim, budur həcc. Bu əməllərin hər birinin fəlsəfəsi var, hər birinin mənası var. İzah olunanda görürsən nə qədər dəyərli əməl imiş. Nə qədər ali məqam imiş həcc eləmək, həccə getmək. Bunların mənaları var, fəlsəfələri var. Kərbala da o cür. Kərbalada İmam Hüseyn əleyhissalamın ordusunda olmağı bildirmək üçün gedirsən, ayaqlarını partlatmaq üçün yox. Kərbaladan gələndən sonra söhbət olsun deyə cəmaata söhbət edeyim, belə oldu, onu danışmaq üçün deyil. Kərbala Həzrəti İmam Hüseyn əleyhissalama məhəbbətini bildirmək üçündür, sevgini bildirmək üçündür. Bu günlərdən aldığımız dərslərdən biri bu olmalıdır ki, biz özümüzə sual verək. Mənim Həzrəti İmam Hüseyn əleyhissalama məhəbbətim artdı ya yox? Artmayıbsa, çalışaq o məhəbbəti artıraq. Bu günlər bizə onu təsir eləməlidir. Bu birincisi. İkincisi, çünki niyə? Dəlil dedim, Həzrəti Peyğəmbərdir ki, İmam Hüseyn əleyhissalamın məhəbbəti Allahın sənə olan məhəbbətin təyin eləyən bir meyardır. İstəyirsən biləsən Allah nə qədər istəyirsəni, İmam Hüseyn əleyhissalama sevgivə bax, məhəbbətivə bax, ondan biləcəksən Allah sənə nə qədər istəyir. Bu bir. İkincisi, salavat deyək Peyğəmbər Ali Peyğəmbərə. Bir də mən salfetkə veriruz da. İkincisi, da xanımlara söz demirəm. Da yorulduydu da deməkdən, nə qədər söz deyək. Yəni, and ola Allaha, bura gələn insan, qoy bunu deyimi, insan evindən çıxır, bir yerə gedirsə, ümumiyyətlə Allah insanı fərqli yaradıb da, başqa məxluqatlardan baxmıyız, orayla sizin işiniz olmasın. Mənə baxız. Allah insanı başqa məxluqatlardan fərqli yaradıb. Yəni biz heyvan deyirik, biz cin deyirik, biz mələk deyirik, biz insanıq. Elə bir varlığıq ki, Allah bizi yaradanda bütün məxluqata dedi ki, insana səcdə elə, Adəmə səcdə elə. Fərqliyik də. Nədə fərqliyik? İş görəndə gərək hədəflə görək, məqsədlə görək. Qabağımıza məqsəd qoyaq ki, biz bu günləri evdən çıxırıq, nə eləməyə gedirik? Hamımız evimizdən çıxmışıq, ya işlərimizdən çıxmışıq, gəlmişik Hüseyniyyə. Nəyə görə gəlmişik? Nədir məqsədimiz? Nədir hədəfimiz? Kişilərin hədəfi olduğu kimi qadınların da hədəfi olmalıdır. Qadınlar fərqli bir məxluqatdır ki, onlar da insandılar da, fərqli məxluqatdır ki, hədəfi olmayan danışır. Danışırsan, söhbət eləyirsən, İmam Hüseyn məclisin körlüyürsənsə səsinlə, haramı qoydun bir qırağa. Daha haram nə qədər demişik, qulaq asmırsınız. Haramı qoydu bir qırağa. İmam Hüseyn əleyhissalamın məclisin körlüyürsənsə, hədəfin yoxdur sənin, məqsədin yoxdur. Boş-boşuna gəlmirsən məclisdə, 3 arvad taparam, söhbət eləyərəm, gedərəm. Dünyanın hər yerində bu müsibət var ha, tək bura deyil. Bütün məscidlərdə arvadlar belə eləyirlər, qadınlar belə eləyirlər. Nədir, niyə belə eləyirlər bilmirik. Nə qədər deyərlər, yoruldu deməkdən. Nəysə, işimiz olmasın. Bu günləri söz vermişdim, onlardan danışmayayım, yenə danışdım. İkinci, bu günlərdən nə dərs almalıyıq? Birincisi, İmam Hüseyn əleyhissalama məhəbbətim, sevgimiz ki, Allahın meyarıdır, Allahın sevgisinin meyarıdır. İkincisi, Həzrəti İmam Hüseyn əleyhissalamın mədrəsəsindən dərs almaq. İmam Hüseyn əleyhissalam inqilabı şəhid olsun deyə eləməyib. İmam Hüseyn əleyhissalam deyir ki, mənim hədəfim var idi, məqsədim var idi. Mən inqilab eləmişəm ki, babam Peyğəmbərin gətirdiyi din yaşasın. Yəni, 1400 il sonra da insanlara çatsın. Ta qiyamət gününə qədər babam Peyğəmbərin gətirdiyi din insanlara çatsın.
Onun sayəsində biz bu günləri Allahdan danışa bilirik, Peyğəmbərdən danışa bilirik, Həzrəti imamlarımızdan danışa bilirik və məxsusən İmam Hüseyn əleyhissalamdan danışırıq. Onun qanı idi, Həzrəti Peyğəmbərimizin əkdiyi ağacı suvardı. İmam Hüseyn əleyhissalamın qanı idi. İmam Hüseyn əleyhissalamın alimlərimiz bunu həmişə deyərlər, Peyğəmbər dini gətirib. Baxız, qoy bu xanımlara hədiyyə olsun. Görürüz kimin nümayəndələridirlər xanımlar. Kimin varisidirlər. Bunu deyim sizə. Yəni xanımlar elə belə varlıq deyirlər ha. Çox dəyərli varlıqdılar. Bir dəfə inşallah danışarıq, bir dəfə tərifləyərik. Onlar da tərifləyəndə yəqin xoşlarına gəlir. Bir dəfə tərifləyərik. Xanımlar görürüz kimin varisidirlər. Alimlərimiz deyirlər Peyğəmbər İslam ağacını əkib. İmam Hüseyn əleyhissalam onu qanı ilə suvarıb, Həzrəti Zeynəb o ağacın böyüməsində, baş atmasında ən böyük rolu olub. Xanım Zeynəb o ağacı böyüdüb, öz təbliğatı ilə, öz danışığı ilə, öz ağlaması ilə, öz hərəkətləri ilə, harada bir şey görərdi, Həzrəti Zeynəb ağlamağı ilə etiraz edərdi ki, İmam Hüseyn əleyhissalamı insanların yadına salsın. İmam Hüseyn əleyhissalam bu şəhid olsun deyə, ona şəhid desinlər deyə canım verməyib, övladlarım verməyib, hədəfi olub, məqsədi olub. Ona görə bu Kərbala mədrəsəsindən, məktəbindən gərək dərs alaq. 10 gün qutardı, biz bu 10 gündə nə dərs aldıq? Məsələn, Kərbaladan bağışlanmaq dərsi alayıq. Bizim problemlərimizdən də biri bir-birimizi bağışlaya bilmirik. Bir səhvə görə görsən, illərlə 2 dənə müsəlman yaman qalır. Aylarla 2 dənə müsəlman küsülü qalır. Bir dənə səhvə görə. Baxız İmam Hüseyn kimi bağışlayıb Kərbalada? Hürr ibn Yezidur Riyahi. Hür, İmam Hüseyn əleyhissalamın qabağını kəsdi. O səbəb oldu, İmam Hüseyn Kərbalada qaldı. O səbəb oldu. 2000 qoşunla gəlmişdi. İmam Hüseyn əleyhissalamın qabağını kəsdi. Dedi, səni buraxmaram buradan o tərəfə. Hür tövbə elədi, İmam Hüseyn əleyhissalam onu bağışladı və öz 72 şəhidlərindən biri elədi onu. Orada şəhadət elə belə məqam dördü ya. İmam Hüseyn əleyhissalam öz yarı ənsarlarına şəhadətdən danışırdı. Həzrəti Qasım uzaqdan baxırdı, narahat olurdu. Birdən mənim yaşımazdı, mənim əmim mənə sevgisindən, məhəbbətindən qoymaz mən də gedim şəhid olum. O qədər o şəhidlərin məqamı aili idi orada. Elə bir məqama çatmışdılar ki, cənnətdə yerlərin görürdülər. İmam Hüseyn əleyhissalam cənnətdə yerlərin göstərdi. Harada olacaq söz. Elə bir ali məqam idi. Məsələn, bağışlanmağı. İmam Hüseyn Kərbalada Hürrü bağışlayır. Hür gəlir bir-bir hamısından üzr istir. Həzrəti Rüqəyyəyə qədər. Deyir, mən səni qorxutmuşam. Bu ordu ilə ki, gəlmişəm, sizin qabağınızı kəsmişəm. Bilirəm, sənin qəlbivə qorxu salmışam. Səndən də üzr istirəm. Bağışlayır. Həzrəti Rüqəyyə bağışlayır. Xanım Zeynəb bağışlayır. Əbəlfəz ağa bağışlayır. İmam Hüseyn əleyhissalam bağışlayır. Bunlar nədir? Bunlar bitsin dərsdirlər ki, bir mümini bağışlaya bilək. Bir müsəlman ki, bir səhv eləyib, bilmədən, bilərəkdən və yaxud, qəlbivə dəyib, xətrivə dəyib, nəsə olub aranda bağışlamağı bacarayıq. Çünki hamımız günahkarıq. Günah eləmişik də Allah qapısına bağışlanmaq istəyirik. Ona görə gedirik. Namazdan sonra Allaha dua edirik. İlahi günahlarımızı bağışla deyirik. İstəyirik Allah bizi bağışlasın. Biz də gərək bağışlamağı bacarayıq. Bu məktəbdən bu dərsi öyrənək. Da çox dərslər var. Bir neçəsini istirdim danışam da xülasə eləyirəm. Üçüncüsü, bunu da deyim, söhbətimi qutarıram. Dəyərli qardaşımdan istifadə edəcək. Üçüncüsü, Həzrəti İmam Hüseyn əleyhissalamın məktəbi, Həzrəti İmam Hüseyn əleyhissalamın Kərbalası Allahla bağlılığı bizə öyrədir. Bütün işlərində Allah rizasını öyrədir bizə. Nə əməl edirsənsə elə, Allahın rızasını axtar orada. Allahın razılığını axtar orada. Elədiyin əməllər, əməllərdən Allah razı olsun. Bax, bəzən bir işlər olur, bəzən bir məclislər olur, haram məclislərdir. Yenə deyirəm, bax, mən ziyarətə gedənləri də görmüşəm. Birdən küsərib, toy yəsi məndən. Şərab su yerinədir orada. Haram musiqilər, Kərbalaylar, hacılar, məşədilər, dindarlar, möminlər, İmam Hüseyn əleyhissalama göz yaşını töküb saxlamayanlar, toyda filankəs məndən inciyər deyə şərab toyundadır. Getmərəm, yaxşıdır da, məndən inciyər. O inciyəcək səndən, bəs Allahın inciməyi necə olacaq? Niyə Allahın inciməsini düşünmürsən? Niyə Allahı küstürmək barəsində narahat dörsən?
Qoy on səndən incisin. Harama görə bir nəfər səndən incirsə, qoy incisin. Əgər sən haramdan çəkinirsənsə. Biz İmam Hüseynçilərik də, biz Kərbəlayilər də. Kərbəlayilər gərək Kərbala məktəbindən dərs alıb Allah rizaətini öyrənsinlər. Allah razılığını öyrənsinlər. Allah harda razıdır, mən oradayam. Allahın razılığı olmayan yerdə mən yoxam. İmam Hüseyn əleyhissalam hər nəyin Allah yolunda qurban verir. Sonra da ilahi razı oldum məndən. Hər nəyin qurban verib ha, yenə Allah razılığı dalıcadır. Deməli, bu günləri özümüzə 3 dənə şeyə görə sual verək. Xulasa, söhbətimin xulasası. Birincisi, bu günlərdə ki, mən məclislərdə iştirak elədim, Həzrət İmam Hüseyn əleyhissalama məhəbbətimdə artım var ya yoxdur? Məhəbbətim var, əminəm məhəbbətim var. Sevgim var ki, buradasan. Sevgim var ki, İmam Hüseyn əleyhissalamın məktəbinə, məclisinə gəlmisən. Məhəbbətim var, amma onu artırmışam ya yox. Çünki artırsam Allahın mənə məhəbbəti artır. Bu birincisi. İkincisi, Həzrət İmam Hüseyn əleyhissalamın mədrəsəsində olan dərslərindən maraqlanay ki, alimlər də bu günlərdə söhbət elədilər, xidmətimizdə durdular. O mədrəsədə olan dərsləri öz həyatımıza çevirək. Doğru danışmaqdır, sədaqətdir, dostluğa ehtiramdır, ata ilə ananın rəftarıdır, ata ilə övladın rəftarıdır, dostun rəftarıdır. Nə qədər gözəllik istəyirsən, sadiqlikdir, nə qədər gözəllik istəyirsən, o mədrəsədə özümüzə, həyatımıza tətbiq eləyək. Üçüncüsü, İmam Hüseyn əleyhissalamın mədrəsəsi bunu bizə öyrədir ki, Allahın razılığı harda var, gərək orada olay. Biz bu 10 gündən çıxandan sonra Allahın razılığı barəsində fikirləşək, düşünək və həyatımızı Allahın razılığının üzərində quraq. Allahın verə izzətinə, cəlalına, böylüyünə Allah subhanahu və taala bizi Allahın razı olduğu bəndələrdən qərar versin inşallah. Allahın verə izzətinə, cəlalına, böylüyünə Allah ömrümüzün axırıncı məhərrəmi, aşurası qərar verməsin inşallah. Allahın verə izzətinə, cəlalına, böylüyünə Allah qəlbimizdə Həzrət İmam Hüseyn əleyhissalama məhəbbəti gündən günə artırsın inşallah. Allahın verə izzətinə, cəlalına buna yaxşı amin deyiz, həm hamımıza lazımlı duadır. Allah necə ki bizim əslimizi Peyğəmbər və Ali Peyğəmbər məhəbbətində yaşayanlardan qərar verib, o cürdə bizim nəslimizi, gələcək nəslimizi, övladlarımızı Həzrəti Peyğəmbər və onun pak əhl-i beytinin məhəbbətində yaşayanlardan qərar versin inşallah. Allah sizdən razı olsun. Əssalamu aleykum və rəhmətullahi.